Mənim kənd təsərrüfat malına niyə həbs qoyubsunuz? Xahiş edirəm Cənab Ədliyyə Nazirindən. Bununla bağlı bir tədbir görəsiniz. Göyçayda qanunsuz icra əməliyyatı keçirilib. Göyçay İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurrəhmanov və icra məmuru Cavid İsrəfilov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük qanunsuzluğa yol veriblər. Şəki Kommersiya Məhkəməsinin qərarı yalnız Beydullayev Elnura məxsus Kürdəmiş kəndində yerləşən soyuducu anbarına həbs qoyulmasını nəzərdə tutduğu halda icra məmurları tamamilə başqa bir şəxsə, Elman Mirzəliyevə məxsus təxminən 20 min manatlıq xurma məhsulunu da qanunsuz şəkildə müsadirə ediblər. Araşdırma aparılmadan, məhsulun kimə məxsus olduğu yoxlanmadan, yeşiklər sayılmadan tələzik və qanunsuz icra tədbiri həyata keçirilib. Həmin anbarda 20-dən çox vətəndaşa məxsus meyvə olduğu halda yalnız Elman Mirzəliyevin məhsulu hədəf seçilib. Mən Göyçayın Bürəkən sakini, sahibkar Peydullayev Elnur sahib oğlu. Mənim özümə məxsus bu soyucu anbar, mənim özümə məxsusdur. Mən özüm bu cəmaatın mallarını yığıram xaladenikə. Sonra bunlar da ki, bizə yanvardan mallar çıxıb çölə. Bunlar bizə saxlamaqdan ötürü ödəniş edirlər. Mənim salıcılar bir sahibkar Hacı Mehman adlı adamla problemim düşüb. Hacı Mehman o qədər bu icra məmurlarına pul verib ki, icra məmurlar gəliblər bu günlərim xurmaya, həbs qoyublar xurmalara. Xurmalar da həbs əsasında gəliblər mənim kameramda cəmaatın malların bulomlayıblar. Cənab Prezident, möhtərəm Ədliyyə Nazirimiz, mən bir sahibkar olaraq, bir kənd cəmaat olaraq, cəmaat gəlib, indi mən nə varım, neyiniyim mən, mənə bir yol göstərim. Nə iş görürüm mən bir sahibkar olaraq? Bu gördüyünüz yaşmala həbs qoymaq qanun pozuntusudur. Gəlsin qoysun mənim xaladenikimə həbs qoysun, burada mənim avtokarım var ona həbs qoysun, mənim soyucam var, torpağıma həbs qoyublar. Yəni bu xurmanın, cəmaatın xurmasının günahı nədir? Bax, kişi gəlib, xurmanın yəsidir, Cəyərkən sakinidir, mən ödənişini ödəyib. İndi gəlib mən malıma baxmaq istəyirəm. Mən deyirəm, buradan oraya keçməyəcəm. Bax, bu nədir? Bax, mənə başa sal. Mən Mirzəliyev Elman, Singizoğlu, Dəyərkən sakini. Göyçayın Kürdəmiş kəndində olan xaladenikə xurma qoymuşam. Bir mənə xəbər gəlib ki, mənim xurmama həbs qoyulub. Mən bunu Cənab Nazirlərdən, Cənab Prezidentimizdən xahiş edirəm ki, bununla bağlı bir araşdırma getsin ki, mən bu kənd təsərrüfatında nəyə görə həbs qoyulub. Mən yanvar ayında bu xurmanı satışa çıxartmalıyam, xarici ölkəyə. İndi gəlmişəm, mən bir baxıram, mənim xurmama həbs qoyublar burada. Xahiş edirəm Cənab Prezident, bununla bağlı bir tədbir görürsünüz. Bu həbs Elnurun xaladenikə qoyulmalıdır. Mənim malıma nəyə görə həbs qoyulur burada? Gəldi mən xaladenikimin qapısını sındırıblar, Haçar məndə olurlar, video çəkicə var orada, kameralar düşmüşmü tərəfə, 15 nəfər cinayətkar, gəlib mənim soyucu anbarımın, qifilini qırıblar, giriblər xaladenikə, soyucu anbarlar. Burada da hamıyla biz malların götürmüşük müqavilə ilə. Noyabr ayının birindən yanvar axıcı hamıyla bizim müqavilələrimiz var. Cənab Nazir, bax, bax, xurmadır, bir aya 15 tane xurma xarab olacaq. Mənə bir köməklik göstərin ki, bax, bu xarab xurmazı bir hala göstərəcək. Burada 304 min mapla pul var. Əziz və hörmətli Cənab Prezident, Hacı Mehman dediyimiz şəxsin yeşik sexi də var, 3 boyda xaladenikdə borcu var. Rusiyada yəni iş görür, orada nə məşğul olur bilinmir o da. Onun da bir 100'e yaxın orada işçisi var. Vergiyle maraqlanırsa, orada öz başına işlər gedirlər ki orada yüzlərlə işlər heç bir müqaviləsi yoxdur. Sadəcə olaraq onları işlədirlər. Zərər çəkmiş vətəndaşlar artıq məhkəməyə və aidiyyatı dövlət qurumlarına rəsmi şikayətlər ediblər. Onlar bu qanunsuzluğun araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.